Uyğunluğu müəyyən edin. Venn diaqram verilir burada. Urmiya xanlığı, Təbriz xanlığı, Xoy xanlığı. İndi hər birini uyğunlaşdırılır, variantlar. A. Əfşar sürəsi tərəfindən idarə olunmuşdur. Urmiya xanlığının başda Fətəli xan Əfşar idi. Təbriz xanlığının başda Əmraslan xan Əfşar idi. Deməli, bu 4-ə gedir. 4-ə getdiyi A. B. Kərim xan Zəngili müttəfiq olmuşdur. Kərim xan Zəngili müttəfiq olanlar Qarabağ xanlığı və Xoy xanlığıdır. Ona görə də Xoya gedir B. C. Qaradağ xanlığının aslı vəziyyətdə saxlamışdır. Qaradağ xanlığını hər 3 aslı vəziyyətdə saxlamışdır. Ona görə 7-yə getdik Z. C. 763-cü ildə yenidən müstəqil olmuşdur. Yəni bu Təbriz xanlığıdır. Bu Təbriz xanlığı Urmiya xanlığının əsarəti altında idi. 1763-cü ildə Kərim xan Zəng onu belə deyək. Məğlub edəndən sonra müstəqil oldu. Yenidən müstəqil oldu. Bəli. Ona görə də bura C. Sonra D variantı. İrəvan xanlığını aslı vəziyyətdə salmışdır. Burada Urmiya xanlığı və Xoy xanlığı idi. İkisi aslı vəziyyətdə salmışdır. Düzdür. Y. 1759-cu ildə Qarabağa hücum etmişdir. Bu da Fətəli xan Əfşar, yəni Urmiya xanlığına aiddir. Ona görə biləyim. Hə, ərazisi Urmiya gölünün ətrafında yerləşmişdir. Bu hər 3 xanlığın üçü də Urmiya xanlığının ətrafında yerləşirdi. Doğrudur. Digər xanlıqlar tərəfindən birləşdirilmişdir. Yəni işğal olmaq, belə deyək, nəzərdə tutaq. Urmiya xanlığından başqa bu iki xanlıq elə Urmiya xanlığı tərəfindən birləşdirilmişdi, bəli. Fətəli xan Əfşarın dövründə. Düzdür. Əhsən sənə.